Ayı tənha yaşamaqdan bezib özünə dost axtarmağa başladı. Elə biraz getmişdi ki, qabağına dovşan çıxdı. Yanında 2 dənə şirin balası da var idi. Ayı sevinç hissi ilə "Özümə dost axtarıram, mənimlə dost olarsan?" Dovşan qəhqəhə çəkib sözə başladı. "Görsən nə boydasan, get öz tayınla oyna." Ayı kədərləndi. "Nə olsun ki, böyük bədənim var. Dostluqda əsas ürəkdir. Sədaqətli və mehriban olmaqdır." Dovşan mızıldadı. "Axı mənim balalarım var. Nə olsun, biz dost olsaq yuvamız daha şən və maraqlı olar. Elə isə söz ver ki, bizi heç vaxt incitməyəcəksən." "Söz verirəm, sizi incitməyəcəm. Məyər dostu incidər?" Ayı dovşanın balalarını sığallayıb, sonra göyə qaldırıb atıb tutmağa başladı. Şirin balalar bundan xoşlanıb elə şıltaq-şıltaq gülürdülər ki. Sonra ayı dovşana tərəf döndü və mehriban baxışlar ilə onu süzüb dedi: "Gəlin gedək mənim yuvama, bir yerdə çoxlu şənlənək, dostluğumuzu qeyd edək." Dovşan sevinərək razılıq verdi. Onlar ayının yuvasına yığışdılar. Ayı gözəl bir süfrə açdı. Hər nemətdən süfrəyə düzdü. Yeyib içib çoxlu oynadılar. Dovşan belə mehriban dosta rast gəldiyi üçün çox xoşbəxt görünürdü. Gecə yarıdan keçmişdi. Dostlar yatmağa qərar verdilər. Ayı nərilti ilə çarpayısına uzanıb yatdı. Elə yorulmuşdu ki, yatan kimi xortultusu ətrafı bürüdü. Dovşan balaları ilə köhnə çarpayıda yatdı. Balalarının biri sağına, biri soluna qoydu. Onlar həmişə adəti üzrə belə yatırdılar. Gecənin tən yarısında dovşanın balalarından biri mızıldamağa başladı. "Anacan, susamışam, su ver mənə." Ana dovşan elə bərk yatmışdı ki, eşitmirdi. Bala dovşan lap ucadan ağlamağa başladı. "Anacan, susamışam." Elə bu vaxt ayı yuxudan ayılıb bərk əsəbləşdi. O, hirslə yerindən qalxıb bala dovşan yatdığı çarpayıya tərəf gəldi və su istəyən balanın yaxasından tutub yuxarı qaldırdı və qışqırdı. "Sus, qoy yatım, yoxsa səni parça-parça edərəm." Səsküyə ana dovşan ayıldı. "Bəs söz vermişdin, bizi incitməyəcəkdin." Ayı gözlərini bərəldib dovşanın üstünə qışqırdı. Elə qışqırdı ki, dağ, daş əks səda verdi. "Nəyə söz vermişəm? Siz məni yatmağa qoymayın, mən də sizə sığal çəkim. Susun və qoyun yatım." Dovşan hər şeyi başa düşdü. O başa düşdü ki, ayı ilə onun dostluğu baş tutmayacaq. Ona görə sakitcə yığışıb mağaranı elə gecəykən tərk elədi. Qapıdan çıxanda son dəfə ayıya baxdı. O, üzünü divara çevirib həzin-həzin xoruldayırdı. Səhər tezdən ayı yuxudan ayılan kimi dovşanın yatdığı səmtə baxdı. Dostunu görməyib çox məyus oldu. Axşamki əhvalatı xatırlayıb elə kədərləndi ki, özünü xeyli danladı və dovşanı axtarmağa getdi. O dovşandan üzr istəyəcəkdi, amma bilmirdi dovşan onu bağışlayacaq yoxsa yox. Xeyli gəzib dolaşdıqdan sonra axır ki dovşanı tapdı. Onlar qarşılaşanda dovşanın balaları qorxudan qışqırıb analarının arxasına keçdilər. Ayı bunu görüb karıxdı və bilmədi nə etsin. Çoxlu üzr dilədi. Dovşan çox kədərli halda "Səhvini başa düşmüsənsə, səni bağışlayaram, amma bir daha səninlə dost olmayacağam." Ayı kədərli halda oradan uzaqlaşdı. O özünə yeni dost axtarırdı, amma söz vermişdi ki, həqiqətən dostunu bir daha incitməyəcək.